elə böyük bir din yoxdur ki, onun içərisində müxtəlif məktəblərin, müxtəlif cərəyanların olduğunu biz görmürük. Adicə İbrahimi dinlərinin öz içərisində, Yahudilikdə, keçmişdə bir çox məzhəblərin mövcud olduğunu, bugün də bir çox məzhəbi mövcud olduğunu, fikirlərin mövcud olduğunu görürük. Peruşim, Sadukim, İsim, ilk dövr Yahudi məzhəbləridir. Bugün isə artıq ortodoks Yahudilikdən bəhs edirik. Mühafizəkar Yahudilikdən, liberal Yahudilikdən. Xristianlıqda həmçinin ümumilikdə biz bölürük monofizit, diofizit məzhəblərə və ya qruplara və onların da hər birinin içərisində müxtəlif bölünmələr var. Elə ən çox tanıdığımız katolik, protestan, pravoslav bölünməsidir. Həmçinin uzaq şərq dinlərinə, Hind-Çin dinlərinə baxanda da eyni vəziyyəti görürük. Buddizm içində Mahayana, Theravada kimi məktəblər və başqa bir çox məktəblər də var. Bu bölünmələr sadəcə ən məşhur bölünmələr